Salam, hər vaxtınız xeyir. Bizim bugünkü yeni mövzumuz söz yaradıcılığı mövzusudur. Söz yaradıcılığı mövzusunda biz sözlərin yaranma yollarını mənimsəyirik və sözlər dilcilikdə yaranma yollarına görə üç cür ola bilər. Yəni biz ümumiyyətlə quruluş baxımından sözləri sadə, düzəltmə və ən nəhayəti mürəkkəb olmaqla üç hissəyə bölürük. Və sözlərin quruluşca növləri ilə yanaşı, ümumiyyətlə burada kök və şəkilçi anlayışı öyrənilir. Kök hissəsi mənalı olan hissəyə deyilir. Yəni, məsələn, baxın, konkret bir nümunə ilə götürək. Yazaq bura, tutaq ki, məktəbli sözü. Məktəbli sözündə məktəb sözün köküdür, leksik şəkilçidir. Yəni, kök hissə mənalı olan hissədir, ayrıqda işlənə bilən hissədir və suala cavab verən hissədir. Şəkilçi hissəsi isə ayrıqda işlənə bilməyən və suala cavab verə bilməyən hissə hesab olunur. Və kök və şəkilçi nəzəriyyəsi baxımından da sözlər bizdə sadə, düzəltmə və mürəkkəb olur. Məsələn, sadələrə nəzər yetirsək, bilərik ki, sadələr kök və qrammatik şəkilçidən ibarətdir. Yəni, baxın, bizdə sadə sözün tərkibində heç bir leksik şəkilçi iştirak eləməməlidir. Evdən sözünü götürürəm mən. Ev sözün köküdür, dandan çıxışlı xal şəkilçisidir. Bu artıq bizdə qrammatik şəkilçi hesab olunur və quruluşuna görə həmin söz sadədir. Əgər həmin söz quruluşuna görə sadədirsə, deməli o sözün tərkibində yalnız qrammatik şəkilçi iştirak eləməlidir. Heç bir leksik şəkilçi yerləşdirilə bilməz həmin hissədə. Sözün tərkibində bir dənə də olsun leksik şəkilçi olarsa, deməli o söz quruluşçu düzəltmədir. Sözün sadə olmaq üçün ya o bir kökdən ibarət olmalıdır, məsələn ev sözü, ya da kök və qrammatik şəkilçidən ibarət olmalıdır. Daha sonra sözün düzəltmə olmağını necə müəyyənləşdiririk? Söz düzəltmə olanda bizdə kök və leksik şəkilçidən ibarət olur. Kök və leksik şəkilçidən ibarətdir. Məsələn, yazırıq bura, tutaq ki, kitabça. Baxın, kitab sözün köküdür, ça leksik şəkilçidir. Artıq avtomatik bu söz quruluşuna görə bizdə düzəltmə sözlər kateqoriyasına gedir. Bir də var mürəkkəb sözlər. Mən indi ən sonda şəkilçiləri də əsaslandıracağam. Sadəcə indi ümumi bir nəzəri məlumat vermək istəyirəm. Biraz geniş bir yerə keçək. Məsələn, dedik ki, bir də bizdə var mürəkkəb sözlər. Mürəkkəb sözlər o sözlərə deyilir ki, onlar iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. 1 üstəgələk 1 bərabərdir 2, 1 üstəgələk 1 üstəgələk 1 bərabərdir 3. Bu anlayış hardan gəlir? Riyaziyyatın nə dəxlisi? Baxın, yazıram bura günə baxan sözünü. Bir də mən yazıram bura əl, üz, yuyan. Əriz yuyan. Fikir verirsiniz, burada gün və baxan sözləri, burada əl, üz, yuyan sözləri. Birinci nümunədə 2 söz birləşib, ikinci nümunədə isə 3 söz birləşib. Artıq bu sözlər bizdə mürəkkəb söz hesab olunur. 2 və daha artıq sözün birləşməsi bizdə mürəkkəb sözləri yaradır. Və bu mürəkkəb sözlər bizdə 3 cür yazıla bilər. Bunlardan birincisi bitişik yazılanlardır. Məsələn, ayaq, qabı sözü. 2 müxtəlif mənalı söz birləşəndə o söz bitişik yazılır. Və yaxud ba ünsürü, a ünsürü, ha ünsürü vasitəsilə yarananda. Tutaq ki, qaça, qaç. Artıq fikir verirsiniz, bu bizdə bitişik yazıldı. Çünki tərkibində a ünsürü var. Səbəb budur. Sonra bizdə defislə yazılanlar da ola bilər. Defislə yazılanlar hansılardır? Məsələn, tutaq ki, birinci yazıram bura ata-oğul. Ata-oğul birləşməsində bu defislə yazılan mürəkkəb sözdür. Səbəb niyə defislə yazılır? Çünki 2 dənə yaxın mənalı sözün birləşməsindən əmələ gəlib. İkincisi, gec, tezdir. Niyə defislə yazılır? Çünki əks mənalı sözün birləşməsindən əmələ gəlib. Üçüncüsü, tez-tezdir. Niyə defislə yazılır? Çünki eyni sözün təkrarından birləşib. Dördüncüsü, az, mazdır. Niyə defislə yazılır? Tərəflərindən biri ayrıqda işlənə bilmir. Az sözünü işlətdiyim halda maz sözünü tərəflərin, yəni ayrıqda işlədə bilmirəm. Sonra beşincisi,
beşincisi izafət tərkibli sözlərdir. Məsələn, götürürəm nöqteyi nəzər. Artıq nöqteyi nəzər birləşməsində tərəflər izafət tərkiblidir, yəni ərəb fars mənşəlidir. İzafət tərkibli birləşmələr o birləşmələrdir ki, onların hər iki tərəfi ərəb fars mənşəli olur. Yəni mənşəcə ərəb fars mənşəli sözlərdir. Biz yenə bunları götürürük defislə yazılan sözlər kateqoriyasında. Bir də ayrı yazılanlar var. Ayrı yazılanlar isə yəni bizim normal zaten baxanda müşahidə eləyib tapdığımız sözlərdir. Məsələn, bu zaman sözündə ayrı yazılır. Sonra tutaq ki, namaz qılmaq birləşməsində həmin bu mürəkkəb sözlər ayrı yazılır və yaxud bu vaxt birləşməsində həmin bu mürəkkəb sözlər bizdə ayrı yazılmış oldu. Daha sonra bizdə var artıq kök və şəkilçi anlayışı, ümumiyyətlə şəkilçi. Şəkilçi ilə bağlı müəyyən nüanslara mən burada toxunmalıyam. Hansı nüanslara toxunmalıyam? Baxın. Şəkilçilər bizdə sırf mənasına görə, məna aspektinə görə iki hissəyə bölünür. Bunlardan biri leksik şəkilçilərdir, ikincisi qrammatik şəkilçilərdir. Adətən deyirlər ki, gedin qrammatik şəkilçini əzbərləyin. Qrammatik şəkilçini əzbərləyin, yerdə qalan şəkilçilər leksik şəkilçilərdir, belə daha rahatdır. Amma bəzi şəkilçilər var ki, onlar amonimlik səciyyəsi daşıdığı üçün siz müşahidə eləsəz görərsiniz ki, yerinə görə həmin şəkilçi həm leksik şəkilçi ola bilir, həm də qrammatik şəkilçi ola bilir. Ümumiyyətlə qrammatik şəkilçilər hansılardır? Cəm, mənsubiyyət, hal, xəbərlik, feilin zaman, növ, şəkil şəkilçisi, məsdər, feil, sifət, feili bağlama. Bunların hamısı bizdə qrammatik şəkilçilər gedir. Leksik şəkilçilər isə, yəni qrammatik şəkilçilərlə leksik şəkilçilər arasındakı fərq odur ki, leksik şəkilçilər yeni məna yaradır. Məsələn, mən bura yazıram kitab sözünü, bir də yazıram bura kitabça sözünü. Baxın, kitab sözün kökü qrammatik şəkilçidir, mənsubiyyət şəkilçisidir. Kitab sözün kökü ça leksik şəkilçidir. İndi necə təyin elədim? Tutaq ki, mən əzbərə bilmirəm şəkilçiləri, əzbərə bilmirəmsə necə təyin eləyərəm? Düşünərəm ki, ça kitab bildiyimiz kitabdır. Kitabça isə kiçik dəftərçə mənasını ifadə edir. Sözə qoşularaq yeni məna yaratdı. Əgər şəkilçi sözə qoşularaq yeni məna yaradırsa, deməli bu leksik şəkilçidir. Amma kitabın sözündə sözün kökü kitabdır. Şəkilçisi atıranda yenə kitabım oldu da, sadəcə mənsubluq, aidlik anlayışı yarandı. Heç bir yeni anlayış yaranmadı. Deməli bu yerinə görə artıq qrammatik şəkilçi hesab olundu. Və bir detala da fikir vermək lazımdır. Məsələn, dan şəkilçisidir. Bu dan şəkilçisi elə şəkilçisidir ki, yerinə görə leksik şəkilçi ola bilir, yerinə görə qrammatik şəkilçi ola bilir. Mən bunu necə əsaslandıracağam? Məsələn, mən bura yazacağam yəni evdən sözünü və bura yazacağam güldan sözünü. Tutaq ki, evdən sözündə sözün kökü evdir, dandan qrammatik şəkilçisidir, çıxışlı hal şəkilçisidir. Çünki burada obyektin çıxışını bildirir. Amma güldan sözündə artıq dan şəkilçisi leksik şəkilçidir. Niyə leksik şəkilçidir? Güldan gülün qoyulduğu qabdır. Əgər gül olmasa güldan olmaz. Sözün kökü güldür, dan leksik şəkilçidir. Yəni gül isminə dan leksik şəkilçisi artırılıb və güldan ismi yaradılıb. İsimdən isim düzəldilib burada. Artıq yeni bir anlayışı formalaşdırıb. Yeni bir anlayışı formalaşdırdığı üçün avtomatik dan burada bizdə leksik şəkilçi mövqeyində çıxış eləyir. Yəni, bəzi şəkilçilər amonimdir, yerinə görə həm leksik şəkilçi kimi işlənə bilir, həm də qrammatik şəkilçi kimi işlənə bilir. Və bunları da sırf fərqləndirə bilmək üçün bilmək lazımdır ki, həmin şəkilçi yeni məna yaradırsa leksik şəkilçidir, yeni məna yaratmırsa qrammatik şəkilçidir. Bəzi şəkilçilər var ki, amma biz bu nüansdan onu tapa bilmərik. Bunlar hansıdır? Məsələn, dır şəkilçisidir. Dır şəkilçisi də elə şəkilçidir ki, yerinə görə leksik şəkilçidir, yerinə görə qrammatik şəkilçidir. Və bunu fərqləndirmək üçün bir qayda var. Məsələn, yazıram bura, tutaq ki, şagirddir sözünü, şagirddir. Bir də mən bura yazacağam, oxutdur sözünü. İndi bunun hansında leksik, hansında qrammatik olduğunu təyin eləməyim asandır. Əgər ki, mən həmin şəkilçidən sonra mak şəkilçisini artıra bilirəmsə və artıranda məzmun pozulmursa, dır şəkilçisi qrammatik deyil. Yox,
Artırılanda məzmun pozulursa, dır şəkilçisi qrammatikdir. Məsələn, şagird sözün kökü şagird dirmək deyə bilmərəm yəqin ki. Dir qrammatik şəkilçi olur. Çünki mağı artıra bilmədim. Oxu sözün kökü t leksik şəkilçi oxutdurmaq. Görürsüz, dırdan sonra mağı artıra bildim. Avtomatik dır burada qrammatik şəkilçi funksiyasından çıxır, leksik şəkilçi mövqeyində çıxış eləyir. Artıq dır burada leksik şəkilçi hesab olunur. Və növbəti deməli olduğum vacib aspektlərdən biri də bəzi şəkilçilərin parçalanma prinsipidir. Məsələn, sözləri köklə şəkilçiyə ayıranda da görəcəksiniz. Tutaq ki, elə bir dənə nümunə daxilində yazım. 61-ci sualı hal-hazırda burada izah edirəm. Yazıram bura belə. Baxmıram. Sözü bura yazdım. Baxmıram sözündə sözün kökü baxdı. Əgər baxmasan, baxmaq anlayışı formalaşmaz. Dilçilikdə mır deyə bir şəkilçi yoxdur. Bunu bəzən ya bütöv qrammatik götürürlər, ya bütöv leksik götürürlər. Dilçilikdə üzr istəyirəm, mır deyə bir şəkilçi yoxdur. Bu necə olur? Bu ma plus ır şəkilçisi deməkdir. Yəni baxma inkar şəkilçisidir, ır isə indiki zaman şəkilçisidir. Bəs yaxşı, niyə siz mənə sual verə bilərsiniz? Niyə bu şəkilçi burada mır vəziyyətinə düşüb? Ma inkar şəkilçisi, ır indiki zaman şəkilçisi. Baxın, burada sadəcə ma'nın sonu a saytı ilə bitib, ır şəkilçisində əvvəli I saytı ilə başlayıb. Mən məntiqlə yəqin ki, m, I, r deyə bir şəkilçi yazmaram bunları birləşdirəndə. Sadəcə bu saytla başlayıb, bitib, bu saytla başlayıb deyə birinci şəkilçi öz saytını itirir. Öz saytını itirir və mır versiyasını alır. Və bu zaman bu şəkilçilər iki qrammatik şəkilçi kimi təhlil olunmalıdır. Bu dık şəkilçisinin içində eynidir, bu di şəkilçisi içində eynidir, dik şəkilçisi içində eyni kateqoriyanı daşıyır bizdə. İndi bir neçə nümunələrə baxaq, sözləri köklə şəkilçiyə ayıraq. Məsələn, 61-ci sualı artıq həll elədik. Tutaq ki, keçək 58-ci suala. 58-ci sualda sözün kökü gecdir. Gec sözün köküdür. Gecik, nəyit gecik? İlk leksik şəkilçidir. Gec necə geç, gecik necə gecik. Gec sifətindən gecik feilini yaradıb. Gecikdirmək. Görürsüz, dirdən sonra mək əlavə elədim. Deməli, dir burada leksik şəkilçidir. Ma, mə, inkar şəkilçisi qrammatikdir. R, baxın, mər şəklində. Görürsüz, mər versiyasını alıb. Bizdə mər deyə bir şəkilçi yoxdur. O, ma plus r şəkilçisidir. R qrammatikdir. İç şəxs sonluğudur, qrammatikdir. Kök, leksik, qrammatik sxema uyğun gəldi bu. Deməli, cavab variantı C variantı olmalıdır bizdə. Amma belə bir nüans var, sizə mən işarələri göstərim. Baxın, sözün kökünü bu işarə ilə göstərirlər. Bax, sözün kökü bu işarə ilə göstərilir. Leksik şəkilçisini bu işarə ilə göstərirlər. Qrammatik şəkilçisini bizdə bu işarə ilə göstərirlər. Yəni bu qrafikləri çizib, qrafikləri çəkərək mən təyin edə bilirəm ki, hansı növdədir sözlər və yaxud tərkibində neçə şəkilçi istifadə olunub. Məsələn, baxıram 55-ci suala. 55-ci sualda kəşfiyyatçılardan sözündə sözün kökü kəşfdir. Əgər kəşf eləməsəm, kəşfiyyat anlayışı formalaşmaz. İyyat leksik şəkilçidir. Kəşf nə kəşf, kəşfiyyat nə kəşfiyyat. Fikir versiniz, yeni söz yaradıb. Yeni söz yaratdığı üçün iyyat leksik şəkilçidir. Ç da leksik şəkilçidir. Lar cəm şəkilçisidir, qrammatik şəkilçidir. Dan çıxışlı xal şəkilçisidir, qrammatik şəkilçidir. Deməli, bu sözdə 2 leksik, 2 qrammatik şəkilçi işlənib deyə doğru cavab variantı D variantı olmalıdır. Və ya başqa bir nümunələrə baxaq. Məsələn, baxaq, tutaq ki, 45-ci nümunəyə. 45-ci nümunədə deyir ki, yüksəlişimizdir sözünün tərkibində işlənib. Sözün kökü yük ola bilməz. Baxın, sözün kökü ilə yeni yaranan məna arasında bir bağlılıq olmalıdır. Yeni yaranan söz arasında bir məna bağlı olmalıdır. Məsələn, yüklə yüksəl sözünün dəxlisi yoxdur. Ona görə sözün kökü yüksəldir, yük deyil. Yüksəl nə et yüksəl, yüksəliş nə yüksəliş. İş leksik şəkilçidir. Yüksəlişimiz, bizim yüksəlişimiz. İmiz mənsubiyyət şəkilçisidir. Dır şəxs sonluğudur. Bu sözün tərkibində bir leksik, 2 qrammatik şəkilçi iştirak edib. Doğru cavab variantı B variantıdır. Və ya 44-cü sual. Unutqanlığımızdandır sözü. Sözün kökü unutdu. Nəyyət unut. Unutqan necə unutqan? Qan leksik şəkilçidir.
Unutqanlıq. Nə unutqanlıq? Fikirversiz sifətdən isim düzəldir. Lıq leksik şəkilçidir. Imız mənsubiyyət şəkilçisidir, qrammatik şəkilçidir. Dan çıxışlı hal şəkilçisi qrammatik şəkilçidir. Dır şəxs sonluğudur, qrammatik şəkilçidir. Sözün kökü leksik, leksik, qrammatik, qrammatik, qrammatik sxeminə uyğun gəlir. 2-3 cavab variantı A variantı olmalıdır. Başqa bir nümunəyə baxaq. Məsələn, 35-ci nümunəyə baxaq. 35-ci nümunədə sözün kökü qazanc deyil, qazandı. Əgər mən qazanmasam, qazanc olmaz. Qazan nə idi? Qazan, qazanc nə? Qazanc. Görürsüz, qazan fiilindən qazanc ismi yaranıb. Imız mənsubiyyət şəkilçisi qrammatikdir. Dan, çıxışlı hal şəkilçisi qrammatikdir. Dır şəxs sonluğu qrammatikdir. Köç, leksik, qrammatik, qrammatik, qrammatik sxeminə uyğun gəlir. Cavab variantı 1, 3 A variantı olmalıdır. Başqa bir nümunəyə nəzər yetirək. Məsələn, daha fərqli bir sual olsun. Tutaq ki, olsun 23-cü sual. 23-cü sualda dincəlmişsiniz sözündə. Sözün kökü dincəl deyil. Sözün kökü dincdir. Əgər mən dinc dayanmasam, dincələ bilmərəm. Alən leksik şəkilçidir. Dinc necə dinc? Dincəl nə? Dincəl. Görürsüz, artıq sifətdən feil yaradıb. Deməli, bu şəkilçi leksikdir. Mış, keçmiş zaman şəkilçisi qrammatikdir. Sınış şəxs sonluğu qrammatikdir. İkinci şəxsin cəminin şəxs sonluğudur. Deməli, kök, leksik, qrammatik, qrammatik sxemindədir. Doğru cavab variantı A variantı olmalıdır. Sonra baxaq başqa bir sual tipinə. Məsələn, 20-ci sual. Baxın, gözlədim sözünün kökü gözdür. Göz, gözlər, nə idi gözlər? Lə leksik şəkilçidir. Dilçilikdə dim deyə bir şəkilçi yoxdur. O, di plus im deməkdir. Sadəcə, yenə bu saitlə bitib, bu saitlə başlayıb deyə, d öz saitini itirib dim versiyasını alıb. Və bu şəkilçi iki qrammatik şəkilçi kimi müşahidə olunur. Di keçmiş zaman şəkilçisidir, m şəxs sonluğudur. Kök, leksik, iki qrammatik, cavab variantı B variantıdır. Və yaxud olsun, tutaq ki, 19-cu sual. Müstəqilliyimizdən sözü. Müstəqilliyimizdən sözündə müstəqil sözün köküdür. Li leksik şəkilçidir. İmiz mənsubiyyət şəkilçisi qrammatikdir. Dan çıxışlı hal şəkilçisi qrammatikdir. Kök, leksik, qrammatik, qrammatik sxemindədir. 1-2 nisbətində cavab A variantı olmalıdır. Və ya başqa tutaq ki, fərqli bir sual tipi olsun bizdə 11-ci sual. Narazılıq sözünün kökü razıdır. Əgər razı olmasam, narazılıq anlayışı yaranmaz. Na sözünün leksik şəkilçidir. Lıq leksik şəkilçidir. Deməli, ardıcılığına baxsam, leksik şəkilçi kök, leksik şəkilçi intervalında gəlib deyə, mənim doğru cavab variantım D variantı olmalıdır. Və ya baxaq başqa bir sual tipinə, tutaq ki, 8-ci sual tipinə. Dözümsüzlüyümüzdən. Baxın, döz sözün köküdür burada. Dözüm nə? Dözüm. Üm leksik şəkilçidir. Süz leksik şəkilçidir. Lü leksik şəkilçidir. Ümüz mənsubiyyət şəkilçidir. 3 leksik, 1 qrammatik. Doğru cavab variantı D variantı olmalıdır. Bu bizim söz yaradıcılığı haqqında yekun izahımızdır. Yəni, mən bütün lazım nüanslar dedim. Sadəcə bir nüans orada əks etdirmədim ki, yadda saxlamaq lazımdır ki, şəkilçilər variantına görə 3 cür olur. Bir variantlı şəkilçilər, onlar ahəng qanuna tabi olmayan şəkilçilərdir. Xanadır, pərəstdir, sonra pərvərdir, nə bilim, daş şəkilçisi olsun, sonra şunas şəkilçisi olsun. Bunlar bizdə bir variantlı şəkilçilərdir. 2 variantlı şəkilçilərin tərkibində hər zaman bizdə istifadə olunur A-əl şəkilçiləri. Məsələn, da, də. 2 variantlı şəkilçilərin tərkibində iştirak edən saitlər A-əl saitlərdir. 4 variantlı şəkilçilərimiz də var bizdə. 4 variantların tərkibində iştirak edən I, I, U, Ü saitləri hesab olunur. Məsələn, D, di, du və dü. Bunlar isə bizdə 4 variantlı şəkilçilər hesab olunur. Və bir də şəkilçilər sözün əvvəlinə və sonuna qoşula bilər. Məsələn, nadinc sözündə dinc sözün köküdür, na sözünün leksik şəkilçidir. Amma tutaq ki, dincəl sözündə dinc sözün kökü əl leksik şəkilçidir. Yəni, şəkilçilər sözün əvvəlinə də qoşula bilər, sonuna da. Bu bizim söz yaradıcılığı haqqında məlumatımız idi. Bu bölmədən sadəcə eyni kekli sözlər məsələsinə toxunmadım.
Bunu isə artıq mən sizə əlavə növbəti bir izah videosunda çəkib qeyd eləyəcəm.